Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah, əziz dostlar, hər vaxtınız xeyir olsun. Maidə surəsinin 64-cü ayəsini araşdırırdıq. Bu ayədə Allah təbarək və təala buyurur ki, Allahın iki əli açıqdır. Biz Təbərinin və İbn Teymiyyənin bu ayəyə verdiyi təfsiri mənanı nəzərdən keçirdik. Bugünkü çəkilişimizdə inşallah İbn Useyminin nəzərinə toxunacağıq və daha sonra iki dənə digər əhl-i sünnə alimlərinin, müfəssirlərin nəzərinə işarə edəcəyik. İbn Useymin Lum'atul Etiqad kitabına ki təliqə yazıb, orada gəlib deyir ki, Əl-vacibu fi nususil kitab və sünnə ibqa'u dəlalətihə alə zahirha min qeyri təğəyyürün ki, etiqadları budur da Vəhabilərin hamısını. Ki biz nususda ki gəlib kitab və sünnədə ki gəlib nəslərimiz var, bunu zahirinə saxlamalıyıq, zahirindən keçməli deyilik. Niyə? Çünki Quran-ı Kərim ərəb dilində, açıq aydın ərəb dilində nazil olub və onu zahirindən çıxarmaq elmsizdir və huvə haramun və haramdır bu. Və misal vurur həmən bəliyədəhu məbsutatani yunfiqu keyfə yeşə Maidə 64-də ki, fə innə zahirəl ayə, ayənin zahiri budur ki, ənnə lillahi yədəyn, Allahın iki dənə əli var, fə yəcibu isbatu zalik. Bunu isbat Allah üçün bunu isbat etmək lazımdır. Əgər bir nəfər gəlib desə məqsəd qüvvətdir, biz ona deyərik ki, bu sərfun lil kəlam an zahirihi. Kəlamı, cümləni öz zahiri mənasından sən çıxarıbsan. Fəla yəcuzul qavlə, bunu demək caiz deyil. Niyə? Li'ənəhu qavlun alallah bila, elmsiz deməkdir. Maraqlıdır, əlbəttə bu hamısı boş-boş iddiadır, işarə eləyəcək. Yaxşı. Əgər belədirsə, bəs Allahın yəni iki dənə əli açıqdır deyirsiniz, deyir, yox, demirik açıqdır. Deyirik ki, Allahın iki dənə əli var və açıqdır deyəndə, yəni Allahın əli paxıl deyil, yəni Allah səxavətlidir. Bir dənə bir söz deyim sizə, təsəvvür edin ki, bir nəfər şəxs dünyaya gəlib və bu şəxsin əlləri yoxdur, anadan gəlmə əlləri yoxdur. Və ya məsələn, dünyaya gələndən sonra əlləri müəyyən müharibədə ya hər hansı bir yerdə əllərini itirib, kəsilib. Buna baxmayaraq bu şəxs səxavətli şəxsdir və biz də görürük. Nə deyirik? Deyir ki, filan kəsin əli açıqdır. Hətta əlləri də yoxdur. Diqqət edin, deməli bu əli açıq olmaq çox maraqlıdır. Bizim Azərbaycan dilində də istifadə olunur. Əli açıq olmaq ümumiyyətlə mənası yoxdur. İstəyir bunun əli olsun, istəyir olmasın. Bu ümumiyyətlə özü istiarədir. İstiarədə tək-tək sözlər nəzərdə tutulmur. Mənaları, ümumi mənaları nəzərdə tutulur. Çoxdur bu cür. Bir dənə siz zəhmət olmasa gedin, əziz izləyicilərimiz də və xüsusilə Vəhabilər araşdırma aparsınlar. Ərəb dilində istiarə o qədər istifadə olunur. O qədər istifadə olunur. Yəni mənanı deyirsən, cümlədir, cümləni tək-tək məna etməli deyilsən, məna etsən məna vermir. Bir yerdə məna olunur və başqa şey nəzərdə tutulur. Buna deyərlər istiarə. Çox təəssüf olsun, bunu nəzərə almırlar. Filan kəsin iki əli açıqdır, heç ümumiyyətlə o ola bilsin, indiyə qədər əli ilə infaq eləməyib heç. Məsələn, heç özü infaq eləməyib, əldən verməyib. Məsələn, işçilər var, işçilər ancaq infaq eləyirlər. Məqsəd budur ki, filan kəs, yəni səxavətlidir, filan kəs paxıl deyil. Bunun üzərindən keçək, inşallah Əllamə Təbatabaninin nəzərini oxuyanda buna bir daha toxunacaq. Gələk iki dənə digər əhl-i sünnə aliminin nəzərinə. Bu alim kimdir? Qurtubidir. Təfsir-i Qurtubi Əl-Cami'u li Əhkamil Quran məşhur əhl-i sünnə alimidir. Qurtubi bu ayəni gətirir, elə ayənin təfsirində Maidə 64-də deyir ki, nədir, məqsəd nədir? Və yəcuzu ən təkunəl yədu fi həzil əyə bimənəl qudrə. Bu ayədə qüdrət mənasında ola bilər məqsəd. Yəni Allahın qüdrəti şamildir. Fə inşaə vəssəə, istəsə genişləndirər və inşaə qaddərə, istəsə azaldar və verməz. Baxın, burada bəzi məsələlərə də toxunur ki, deyir, bəziləri bunu başqa cür mənada ediblər. Deyir ki, yox, bəl yədahu məbsutatan yədun busta əy muntələqa munpəzitə, yəni ki, genişdir.
əl geniş. Yərzuqu kəma yurid, istədiyi kimi ruzi verir. Bu Qurtubinin nəzəridir. İndi isə gələk digər böyük əhl-i-sünnə alimi. Əlbəttə Qurtubi başqa yerdə də elə o təmən təfsirdə əvvəldə elə bu məsələlərə toxunur ki, sual oluna bilər ki, necə ola bilər? Axı əgər Allahın əli nəzərdə tutulursa, yəni qüdrət nəzərdə tutulursa, necə ola bilər? Yadahu ikilikdə istifadə elədi. Deyirdi, yəd də Allahın qüdrəti. Deyir ki, baxın, mümkündür dünya və axirət nemətləri nəzərdə tutulsun ki, Allahın yədi 2 dənə neməti açıqdır. Yəni Allahın dünya və axirət nemətləri açıqdır. Məsələn, necə ki, Quran-ı Kərimdə ayə var: "Və əsbəğə aleykum ni'amahu zahiratan və batinə." Batini və zahiri nemətləri sizə verdi. Məsələn, zahiri nemətlər hansılardır? Batini nemətlər burada işarə eləyir. Məqsəd nədir? Xülasə, bu şəxsin nəzərinə görə hətta bəzi iddiası budur ki, bir iddiası da budur ki, bəzən ərəb dilində təsniyə istifadə olunur, təsniyə və cins nəzərdə tutulur, yəni çox. Məsələn, Quran-ı Kərimdə bir ayə var, deyir ki, "İnnəl insane ləfi xusr." İnsan ziyanın içindədir. Burada şəxsdən söhbət getmir ki, cinsi, insan cinsi. Burada da bəzən müəyyən bir təsniyə, ikilikdə söz nəzərdə tutulur və ondan cəm qəsd olunur. Yəni Allahın nemətləri, 2 nemət yox, nemətləri və nümunələr də burada gətirir ki, əlbəttə Təbəri bunu qəbul eləmirdi. Məsələn, deyir ki, "Ləbbeyk və sə'deyk." Burada məqsəd 2 dəfə deyil və ya məsələn Quran-ı Kərimdə də bir ayə var ki, elə bu məsələyə işarə eləyir. Hər halda bu Qurtubinin nəzəridir. Yəni Qurtubi də bizim kimi bu ayəni gəlib təvil edir, deyir ki, bu ayə məlumdur, yəni hansı şey nəzərdə tutulur. Sadəcə olaraq orada necə bunu izah eləyir? 2 əli dedikdə 2 dənə cavab verir. Bunu niyə 2 əl deyib? Birinci, yəni zahiri və batini nemətlər, dünya və axirət nemətləri, bir də ki, ola bilər burada cins nəzərdə tutulur. İndi isə gərək digər alimə, Maliki məzhəbdir bu şəxs, İbn Aşur, böyük əhl-i sünnə alimlərindəndir. Ət-Təhrir və Tənvir təfsiri də həqiqətən çox mükəmməl təfsirlərdən biridir. Orada gəlib həmən o ayəyə toxunur, yəni Maidə 64-də deyir: "Və zikrul yədhuna bi təriqəti təsniyə." Əsasən onların iradları təsniyədədir də. Deyirlər 2 dənəlisə deməli Allahın 2 dənəli var. Deyir burada ki 2 dənə siyə gətirib li ziyadətil mübaliğə fil cud. Ki Əllamə Təbatəbaində nəzəri budur ki, inşallah oxuyacağıq. Ki cudda, bəxşişdə, ətada mübaliğə etmək üçün çoxaltmaq. Yəni ki Allah Taala ətası çoxdur. Çünki və illa fəliyədu fi halil istiarə lil cud əvbəx la yuqsad minha mufradun və la ədədun. Ki yəni təsniyə müstəməlatun fi mutlaqit təkrir, təkrarda istifadə olunur da ki yəni çoxdur. Məsələn Quran-ı Kərimdə də ayə var: "Summerci'al basara karratayn." Yenidən baxın 2 dəfə. Məqsəd burada yəni dəfələrlə o işi görün. Deməli bu şəxsin də nəzərinə əsasən, yəni İbn Aşurun da nəzərinə əsasən Bəl-yədahudan məqsəd, yəni Allah Təbarək və Teala'nın əta etməsidir və burada zahiri məna başa düşülməməlidir. Bəs niyə təsniyə ikilikdə istifadə olunub? Mübaliğə üçün ki, Allah yəni çox bəxşiş edəndir. İnşallah digər alimlərin də nəzərinə növbəti verilişimizdə toxunarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.